Allah Resulü aleyhissalatu vesselam deyəndə ki, la yaqbalu illa tayyibən. Allah yalnız pak olanı qəbul edir. Yəni, pak olandan başqasını qəbul etmir. Bu formada çox hədislər gəlib. Məsələn, Allah la tuqbalu salatun bi ghayri tuhur. Məsələn, dəstəmazı olmayanın namazını qəbul etmir. Qəbul etmir. Qəbul olunmaz. Bu formada hədislər gəlib. Burada qəbul etmir. Qəbul olunmaz deyəndə nəzərdə tutulan nədir? Yəni, ibadətin özü batildir. Yəni, o ibadəti gedib tezdən eləməlidir. Yoxsa ibadətin özü səhihdir. Lakin əcri, savabı batildir. Cavab budur ki, həm budur, həm də bu. Bəzi hədislərdə gəlir ki, bu cür əməl qəbul olunmaz. Allah belə əməli qəbul etməz. Nəzərdə o tutulur ki, yəni əməl özü batildir. Bəzi hədislərdə də bu cür gəlir, amma nəzərdə tutulan odur ki, əməlin özü səhihdir, ibadət olaraq. Yəni, yenidən etməsinə ehtiyac yoxdur. Lakin əməlin əcri, savabı batildir. Yaxşı, sual verilsə ki, bəs bunu bundan ayıran, bunu burada təyin edən bir dabit, qayda var. Cavab budur ki, qayda var. Qayda da nədir? Qayda budur ki, əgər Allah Azza və Cəllə filan şeyi qəbul etməz və ya filan əməl qəbul olunmaz, o qəbul olunmamazlıq əmrə bağlı olaraq gəlibsə, əmri etməməyə bağlı olaraq gəlibsə, o halda mənası budur ki, qəbul etməz, yəni ibadət özü batildir. Yox, qadağaya bağlı olaraq gəlibsə, onda mənası budur ki, ibadət yerindədir, lakin savabı batildir. Qayda budur. Məsələn, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, la tuqbalu salatun bi ghayri tuhur. Dəstəmazsız namaz qəbul olunmaz. İndi sual, qəbul olunmaz. Yəni, ibadət batildir, özü, yoxsa savabı? Cavab, baxırıq. La tuqbal, qəbul olunmaz. Nəyə bağlı olaraq gəldi? Əmrə yoxsam qadağaya? Əmrə. Çünki namaz üçün dəstəmaz almaq əmr edilən şeydir, yoxsam qadağan edilən? Əmr edilən. Elə isə bu hədisdə la tuqbal, qəbul olunmaz, yəni ibadət özü batildir. Aydın oldu qayda. Və başqa bir misal, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, la yaqbalullahu salatə haid illə bi ximar. Allah Azza və Cəllə erkənlik yaşına çatan qızın namazını hicabsız qəbul etməz. Aha, hicab əmr edilən bir şeydir, yoxsa qadağan edilən? Əmr edilən. Deməli, Allah hicabsız namazı qəbul etməz, yəni namaz batildir, yoxsa savabı batildir? Namaz batildir. Çünki əmrə bağlı olaraq gəlib. Amma qadağaya bağlı olaraq gəlsə, mənası budur ki, ibadət yerindədir, lakin savabı, əcri yoxdur. Mənası budur. Məsələn, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, mən ətə arrafən fəsələhu an şey. Kim arrafa, falçıya gedib ondan nə isə soruşsa, onun 40 gün namazı qəbul olunmaz. Burada qəbul olunmamazlıq əmrə bağlı olaraq gəlib, yoxsam qadağaya. Çünki arrafın yanına getmək əmr edilən şeydir, yoxsam qadağan olunan. Qadağan olunan. Elə isə bu hədisdə gələn, yəni onun 40 gün namazı qəbul olunmaz, yəni mənası nədir? Yəni namaz qılacaq. Lakin bilsin ki, 40 gün qıldığı namazın əcri savabı yoxdur. Aydındır? Qaydası budur.